İmamət bəhsi. İslam ümmətinin tərkibində səhabələrin zamanından başlayaraq ixtilafların formalaşması, aradakı fərqlərin dərinləşməsi və çoxsaylı firqələr, cəmaatların əmələ gəlməsi tarixdən bizə məlum olan məsələlərdəndir. Bu firqələr arasındakı ixtilaf, mübarizə və münaqişələr şübhəsiz ki, ən ağır fəsadlara, unudulmaz acılara gətirib çıxarıb. İslam tarixini oxuyanlar bu qanlı və kədərli səhifələr ilə tez-tez qarşılaşır. Bu ixtilafların içərisində yarası ən dərin olan, zərəri ən davanlı olan, münaqişəsi ən uzun olan imamət mövzusudur. Siyasi bir ixtilaf olaraq başlayan bu fikir ayrılığı zamanın axarı ilə böyük təfriqəyə gətirib çıxarıb. Bugün biz bu ayrımı sünni-şiə ayrımı kimi tanıyırıq. Formalaşmış bu parçalanma nəinki daxili müharibələrə, hətta xarici düşmənlərin müdaxiləsinə, işğallarına da gətirib çıxarmışdır. Ona görə də Əşşəy Rastani deyir, ümmət arasındakı ən böyük ixtilaf imamət ixtilafıdır. Çünki İslam dinində imamətə görə bütün zamanlarda çəkilmiş qılınc qədər başqa heç bir dini məsələdə qılınc çəkilməyib. Şəhrastani bununla da demək istəyir ki, ümmətin ixtilaf etdiyi başqa heç bir mövzuya görə bu qədər qan axıdılmayıb. Tarixin səhifələrini vərəqləmiş hər bir kəs onun bu sözlərini təsdiqləməkdə çətinlik çəkməz. Çox təəssüf ki, bu ixtilaf günümüzə qədər öz aktuallığını qoruyub saxlayıb və sünni-şiə parçalanması bugün də həmçinin fərdlər arasındakı münasibətlərdən başlayaraq dövlətlər arası münasibətlər səviyyəsində öz mənfi təsirini hiss etdirir. İctimai dini müzakirələrdə bugünə qədər davam edən mübahisələrin ciddi bir payı şiə-sünni münaqişələrinə düşür. Beləliklə də, şiəli ilə digər firqələr arasında duran ən əsas məsələ imamət məsələsidir. Şeyx Musa Əl-Musəvi Əş-Şiyyətə və Təshih kitabının müqəddiməsində yazır. İmamət, şiə imamiyyə məzhəbinin təməl daşıdır. Zeydilərdə də və İsmaililərdə də eyni ilə bu şəkildədir. İslam məzhəbləri arasında mübahisə və müzakirəyə səbəb olan bütün məsələlər də məhz bu mövzudan törüyür. Həqiqətən də ümumilikdə şiəliyin müxtəlif növləri ilə digər firqələrdən ayıran əsas amil imamət məsələsidir. Şiəliyin ortaya çıxmasının əsas səbəbi də imamət məsələsi olub. Şiələrin ən seçkin xüsusiyyəti imamətə nisbət, hətta imaməti ən dar çərçivədə qəbul edənlər özlərini digər şiə qrupları arasında imami şiələri və ya imamiyyə adı ilə tanıdırlar. İmamət mövzusu elə bir mərkəzi bir yer tutur ki, hətta deyilib ki, məsumluq, racə, bədə, təqiyyə kimi şiələrə aid olan digər etiqadi məsələlər də imamət mövzusunun ətrafında dövr edir. Beləliklə də bu etiqadın cövhəridir, məzhəbin əsasıdır. Təbii ki, Azərbaycan kimi bir cəmiyyətdə fərqli düşüncələri təmsil edən qruplar arasında gedən canlı müzakirələrin bir qismi dini mövzular haqqındadır. Tarixən sünnilərin və şiələrin iç-içə yaşadığı bu coğrafiyada məhz sünni-şiə polemikası qaçınılmaz bir haldır. Bir çox hallarda xoşa gəlməz və dadsız bir formalan bu müzakirələrin nəticəsi sadəcə aqressiya və nifrət olur. Təəssüf ki, informasiya dövründə yaşamağımıza baxmayaraq, əksər hallarda susub kənardan müşahidə edən elm olduğu halda meydan natiqlik edib danışan cəhalət olur. Bu cür mübahisələrin üzücü xüsusiyyətlərindən biri də budur ki, ən çox müzakirə edilən məsələlər tarixi şəxsiyyətlər ətrafında dönüb dolanır. Xüsusilə səhabələr, səhabələrin fəzilətləri və eyibləri diskussiyaların əsas mövzusu olur. Müəyyən bir zehniyyəti təmsil edən bəzi qruplarda səhabələrdən nəql olunmuş xəbərlərin üzərində durmaq, onları tənqid etməklə bağlı qeyri-adi bir həvəs vardır. Bu cəmaatlar ilə müzakirədə bu cür marginal mövzuların üzərində durmaq çox böyük bir xatadır. Çünki səhabə statusu ilə bağlı ixtilaflar müstəqil bir məsələ deyildir, lakin imamət mövzusundakı ixtilaflardan ortaya çıxmış və ondan aslı olan bir məsələdir. Mötəzilə alimi Əl-Qadi Əbdülcəbbar haqlı olaraq buyurur:
İmamiyyə şiələri tez-tez Osmanın öz qohumlarını vali olaraq təyin etməsi və digər işləri barədə Təlha, Əz-Zübeyir və Ayşənin Bəsrəyə getməkləri barədə soruşurlar. Bunun səbəbi onların zəif olmaqları və dəlillərinin olmamağından başqa bir şey deyildir. Çünki Osman öz qohumlarını vali təyin etməsəydi, etdiyi işləri etməmiş olsaydı, özünün Əbu Bəkir və Ömərin imamlığını iddia etdiyi üçün yenə də imami şiyələrin nəzərində kafir və müşrik sayılacaqdı. Təlha, Əz-Zübeyir və Ayşə möminlərin əmiri Əlinin ordusunda iştirak edib, onunla birlikdə vuruşmuş olsaydılar belə, Əbu Bəkir, Ömər və Osmanın imamətinə etiqad etdikləri üçün onlara yenə müşrik hökmündən başqa bir hökm verməyəcəkdilər. İmami şiyələr ilə bu mövzuda danışmaq, Yəhudilər ilə təharətdə niyyətin vacibliyi barəsində, Məsihlər ilə içkinin halallığı barədə danışmaq kimidir. Bunu bil və bu haqda onlarla danışma. İmamlıq barəsində iddia etdikləri naslar haqqında onlarla danışın. Çünki əsas olan budur. Əl-Qadi Abdülcabbar həm Sünni, həm də Şiə cəmaatlarını yaxından tanıyan, Uveyhlərin hökmranlığı dönəmində onlarla iç-içə yaşamış bir kəsdir. Şiələrdəki etiqadi məsələlərin dayandıqları əsasları araşdırmış hər bir kəs, həmçinin Şiə-Sünni müzakirələrindən təcrübəsi olan hər bir kəs, Abdülcəbbərin bu sözlərinin doğruluğunu təsdiqləyə bilər.